Hər vaxtınız xeyirli olsun. Milli Müdafiə Universiteti xüsusi təyinatlı təhsil müəssisələrinə tələbələrin qəbulu üçün sənəd qəbulunu elan edib. Proses 31 mayadək davam edəcək. Burada söhbət Heydər Əliyev adına hərbi institutdan, hərbi tibb fakültəsindən, eləcə də felçer kimi qəbul olmaq üçün müəyyən olunmuş ixtisasdan, bununla yanaşı Bakı və Naxçıvanda yerləşən hərbi kolleclərdən, Bakıda yerləşən Cəmşid Naxçıvanski adına hərbi lisey, eləcə də Naxçıvanda yerləşən Heydər Əliyev adına hərbi liseydən söhbət gedir. Milli Müdafiə Universitetinə, hərbi tibb fakültəsinə, eləcə də tibb ixtisası ki var, kollec təhsili verir. Ora 11-ci sinifi bitirən namizədlər sənəd qəbulu verə bilərlər. Həmçinin bura kolleclər də daxildir. Amma hərbi liseylərə isə 9-u bu il bitirən namizədlər sənədlərini təqdim edə bilərlər. Qadın cinsli şəxslərin də qəbulu həyata keçiriləcək. Bunun üçün 31 maya qədər sənəd qəbulundan keçməyini çox önəmlidir. Bu nə DİM qeydiyyatıdır, nə orta məktəbin qeydiyyatıdır. Bunun üçün Milli Müdafiə Universitetindən saytından xüsusi qeyddən keçmək lazımdır və bir sıra sənədlər var ki, həmin sənədlər toplanmalıdır, qaydasında ora yüklənməlidir. Müddət də çox veriblər, yəni bu müddət ərzində sənədlərinizi vaxtında toplamalısınız. Daha ətraflı məlumat istəyirsinizsə, Rizvan Fikrətoğlu YouTube kanalımda bunların hər birindən bağlı videom var və o videomda müəyyən məlumatları toplaya bilərsiniz. Və yaxud da ki, bizim 051 346 14 38 mobil nömrəmizə yazmaqla da hansı sənədlər toplanmalıdır, müəyyən qədər dəstək ala bilərsiniz. Qeydiyyatla bağlı suallarınız yaranarsa və yaxud da qeydiyyatdan keçməklə bağlı köməyə ehtiyacınız olarsa, yenə də bizim WhatsApp nömrəmizi də yaza bilərsiniz. Xatırladım ki, Milli Müdafiə Universitetinin qaynar xətti ulduz 0811-dir. Qaynar xəttə zəng edərək də müəyyən suallarınızı verə bilərsiniz. Uğurlar hər bir Azərbaycan vətəndaşı üçün paqon daşımaq, eləcə də hərbidə xidmət etmək bir şərəfdir. Və siz Milli Müdafiə Universitetinin xüsusi təyinatlı təhsil müəssisələrində qəbul olmaqla, orada oxumaqla bu şərəfli missiyanı yerinə yetirmiş olursunuz. Bu şərəfli missiyanın bir parçasına çevrilmiş olursunuz. Hər bir namizədə uğurlar arzulayıram.